Yenə Leyli və Məcnunlar var bizim cəmiyyətimizdə. Yenə sadiq dostlar var. Yenə deyək ki, nə bilim, Üç Müşketordakı kimi dostlar da var. Fərqli olanlar da var. Mən düşünürəm ki, yəni burada indi siz ədəbiyyat və dövrlər məsələsi dediniz. Təbii ki, dövrə görə bəzi kitablar öz funksiyasını itirmiş ola bilər. Məsələn, bizim Sovet dövründə yazılmış bir çox kitablar bu gün üçün səmimi desək hamımız üçün maraq. Çünki həddən artıq siyasi tezis var və bu tezislər köhnəlib. Çünki biz artıq kommunizm dövründə, sosializm dövründə yaşamadığımız üçün bizim üçün mahiyyəti olaraq bir çox şeylər ifadə etmir. Məsələn, ona görə də fikir versəniz, Sovet dövründə, SSR dövründə milyonlarla satılan, hamının oxuyub ağladığı, güldüyü, həyəcanlandığı kitablar bu gün həyatımızdan çox çəkilib. Yəni sanki yoxmuş kimilər də var. Amma məsələn, bu gün məsələn Sovet dövründə güllələnmiş, sürgün edilmiş bizim şairlərimiz, yazarlarımız var ki, onların heç vaxt xüsusi təbliğatı olmayıb. Amma bu gün biz nə qədər zaman keçirsə keçsin, yenə bir Mikail Müşfiq bizə bir şey deyir. Yenə Hüseyn Cavid nəsə bir şey deyir. Yenə Əhməd Cavad bizim üçün əzizdir və onun şeirlərində bir məna tapa bilirik. Dolayısıyla bu bayaq film nümunəsində də dedim, bu dövrə görə də dəyişən bir şeydir. Bəzən bir film, bir kitab trend olur. Hər tərəfə yayılır. Bəzən bu trend bəzən yaxşı kitablar da olur, bəzən yaxşı olmayan kitablar da o trendə çevrilə bilir. Dolayısıyla biz əslində qəribə də bir şey yaşayırıq. Artıq biz fikir versə mənim də cavablarım biraz da qeyri-müəyyən gələ bilər, başa düşürəm. Çünki əslində biz çox qütblü bir dünyada yaşayırıq. Artıq hansısa bir mərkəzi nöqtəni tapmaq, bu belədir, bu belə olmalıdır deyə biləcəyimiz nöqtəyə artıq gələ bilmirik. Çünki artıq alternativ yüz minlərlə reallıqlar və qütblər var və bu qütbləri indi siz dediyiniz kimi bir nöqtədə mərkəzləşdirmək doğrudan da çətin bir şeydir.